Mən elə gəlir ki, Rusiya sona qədər direnəcəkdir. İndiki mərhələdə bu addımı atmayacaqdır. Ona görə Paşinyan bir xeyli gözləməli olacaq və bu Paşinyan üzərində bəlkə də Rusiyanın həm də təzyiq vasitəsinə çevriləcək. Yox da deməyəcək hesab edirsiniz. Yox da deməyəcəkdir. Ənənəvi olaraq o mühafizəkar Rus diplomatiyası düşəcəkdir. Ətrafında hər cür bəyanatlar veriləcəkdir. Biz heç nə başa düşməyəcəyik, amma bəlli olacaq ki, bu proses tormozlanır. Ona görə də mən elə gəlir ki, Rusiya bir də seçkilərin nəticəsini gözləyəcəkdir. Rusiya qərar vermək mərhələsindədir artıq. Önümüzdəki 6 ayda Cənubi Qafqazın münasibətləri, daha xüsusilə Ermənistan-Rusiya münasibətlərinə bir aydınlıq gəlməlidir. Çünki həmişə Zəngəzur dəhlizinin və ya Tramp marşrutunun açılmasıyla bağlı söhbət gedəndə Rusiya deyir ki, bizə detallar bəlli deyil, bilmirik necə olacaq. Artıq detallar yavaş-yavaş ortaya çıxır və bəlli olur. Birgə bəyannamədə göstərilibdir. İş rejimi necə olacaqdır, ondan sonra pay bölüşümü, səhmlərin bölüşülməsi necə olacaqdır, yüklər daşınacaq, nəzarəti kim edəcək? Məsələlər aydınlığa qovuşur yavaş-yavaş və mən elə gəlir ki, burada sadəcə artıq texniki məsələlər qalıb. Pay bölgüsü bəllidir 76-24 Amerika Birləşmiş Ştatlarının lehinə. Burada mən elə gəlir ki, artıq Rusiyanın müdaxilə cəhdi olmayacaq. Çünki artıq Rusiya çalışır ki, Amerika ilə münasibətləri korlamadan bir şəkildə Ukraynanın sülhü əldə etməyi bacarsın. Ona görə də mən elə gəlir ki, Rusiya sonuncu cəhdlərini edəcəkdir. Yəni, dünən xatırlayırsınızsa... Necə bir cəhd? Necə bir cəhd? Məsələn, xatırlayırsınızsa, dünən Ermənistanın Daxili İşlər Nazirliyində bir yanğın baş verdi. Yəni, bu xüsusi qorunan, xüsusi mühafizə olunan bir binada yanğının baş verməsi təsadüfi sayıla bilməz. Bunu necə izah edəcəklər mən bilmirəm, amma yenə də biz gözləməli olacaq ki, Rusiya hansı addımlar atacaqdır. Əgər bu radikal olacaqsa ki, mən elə gəlir ki, radikal baza yavaş-yavaş yumşalmağa başlayır. Elə bayaq təqdim etdiyiniz Mirzoyanın açıqlamaları da daha çox ona hesablanmış. Baxın, biz sizə nə təqdim edirik. Bizdən əvvəlki hakimiyyətlər nə günə qoymuşlar Ermənistanı. Dedik ki, məsələlərdə də müəyyən həqiqətlər var. O tranzit qovşağına çevrilir, yük daşımalar. Ermənistan görmədiyi, günləri görəcəkdir Azərbaycanın necə deyirlər, həyata keçirdiyi bu layihələrdən faydalanacaqdır. Ona görə də Rusiya bütün bunları hesablayıb son addım atacaqdır. İndi isə Rusiya dəmir yolları istəsə belə o yolu bərpa etməyə imkanları yoxdur. Çünki Rusiya dəmir yolları borc içərisində boğulur. Çox böyük miqdarda 50 milyar dollar daha, bəlkə daha çox borcu var müxtəlif təşkilatlara, yerli və xarici təşkilatlara. Çünki Rusiyada da artıq yük daşımalar rentabelli deyil və bu da Cənubi Qafqaz, Rusiya dəmir yollarının Cənubi Qafqaz segmenti adlandırılır. Yəni, heç olmasa bir Ermənistan segmenti desinlər. Buna da belə bir qəribə ad qoyublar. Rusiya dəmir yollarının Cənubi Qafqaz segmenti. Buna görə Rusiyanın özündə belə bugün yük daşımalarda böyük problemlər var. Yəni, Rusiyanın bununla bağlı atacağı əslində bir adım da yoxdur. Sadəcə, bəlkə məsələ belə ola bilər ki, susqunluqla bunun üstündən keçirilə bilər, hansısa diplomatiyanın pərdə arxasında razılıq ola bilər və yəni ayrılacaq o 76% sərmayə deməkdir həm də. Yəni, əgər pay bölgüsü şirkətdə 76% sərmayə bölgüsü Amerika Birləşmiş Ştatlarının olacaqsa, demək gəlirin də 76% Amerika Birləşmiş Ştatlarının olacaqdır. Demək, bu sərmayə qoyuluşunu da Amerika sürətləndirə bilər. İlkin mərhələdə artıq mən elə gəlir ki, maliyyələrin ayrılmasından bağlı söhbətlər də gedir və çox da asan bir şeydir. O qədər böyük məsələ deyil. Orada dəmir yolu olub dediyimiz kimi, Bakı-İrəvan qatarı oradan gedirdi. Biz dəfələrlə o yolu gedib gəlmişik. Gəlirdik, oradan keçirdik Yersaq dediyi ərazidən, Vedidən. Oradan gəlirdi, o vaxt Sədərək rayonu yox idi. Şərur rayonunda var idi, amma adı İliç rayonu idi, Vladimir İliç. Stansiya İliç deyirdilər. Stansiya İliç. Bax, indi həmən Stansiya İliç dediyimiz, indi yaşlı nəsil xatırlayır kim o yolu gedib gəlibsə, Stansiya İliçlə Arazdayan arasındakı o dəmir yol stansiyasının bərpasından söhbət gedir. Mütləq orada da yenə stansiya olacaqdır və o dəmir yol xəttinin bərpasından söhbət gedir. Oradan isə gəlib artıq Kötam kənd, Ordubadın Kötam kəndindən Salam Məlik stansiyasından keçirdik. Artıq Zəngəzur dəhlizinin Azərbaycan tərəfinə. Mevri rayon ərazisindən keçir, stansiya Mevridən keçirdik, gəlir çıxırdıq Ağbəndə. Yəni, buradan da bu məsələ bu şəkildə tikilir. Yəni, bu, mən elə gəlir ki, çətin məsələ olmayacaq.